Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Qardaş, siz keçən dəfə verilən sualı cavablandırdıqdan sonra internet vasitəsilə növbəti bir şübhə yaydılar. Güya siz Abdullah Yolçunun mənhəcini dəstəkləyirsiniz. Dəlilləri də budur ki, sizin kitablarınız Quraba Yayın evində çap edilib. Buna nə cavab verə bilərdiniz? Və aleykumussalam və rəhmətullahi və bərəkatuhu. Əziz müsəlmanlar, hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Əvvəla, həmin yayın evində İbn Teymiyyanın İstiqamə, Abdurrahman Əs-Sadinin təfsiri, İbn Ütheyminin Əl-Qavlül Müfid, Səid El-Qahtani'nin Hisnul Muslim, Doktor F. Abdurrahmin Durusul Lüğatil Ərabiyyə və digər sələf alimlərinin kitabları da çap edilir. Məyər sözü gedən yayın evində sələf alimlərinin kitablarının çap edilməsi o alimlərin də yanlış mənhəzdə olmasına dəlalət edir. Qoy bu ittiham edənlər oradan-buradan eşitdiklərini yox, ortaya konkret dəlillər qoysunlar. Desinlər görək, hansı fikrimiz ittiham etdikləri adamın fikirləri ilə üst-üstə düşür. İkincisi, Türkiyədəki sələfi qardaşlarımız bu yayın evinin nəşr etdiyi kitablardan götürüb öz yayın evlərində satırlar. Yəni, Quraba cəmiyyəti ilə ticari əməkdaşlıq edirlər. Məyər bu deməkdir ki, həmin qardaşlarımız bidətçidir? Elə isə onları da cərh edin. Bu nə əcaib mənhəzdir. Üçüncüsü, son 2 ilədək Qorabanın kitabları Azərbaycanda dini dükanlarda satılırdı. Məyər sələf qardaşlarımızın vaxtı ilə bu kitabları Türkiyədən gətirib burada satması onların bidətçi olduğuna dəlalət edir? Elə isə bu dükanların sahiblərindən də tələb edin ki, çıxıb efirdə tövbə etsinlər. İndiyədək bu kitablar vasitəsilə cəmaatı azdırdıqlarını elan etsinlər. Əks halda onları da cərh edin. Məyər bu məsələdə önəmli olan kitabların özü deyilmi? Bizim türk dilində yazdığımız o 6 kitabda bidət varsa, onu ortaya qoyun. Bu qaydaya görə siz gərək heç Azərbaycanda kitab çap etməyəsiniz. Çünki bu ölkədə sırf sələf mətbəəsi mövcud deyil. Dördüncüsü, bizim o yayın evində kitab çap etməyimiz həmin yayın evinin istər böyüyünün, istərsə sıravi bir işçisinin əqidəsində və mənhəcində olduğumuza dəlalət etmir. Biz sadəcə sifarişçiyik, onlar da icraçı. Diqqət edin, tarixdə belə bir hadisə olub. Kafirlər yığışıb 8 ciltli Mu'cəmil Müfahras adlı kitab hazırlayıblar. İslam alimləri də, ələl-xüsus mühəddislər bu kitabdan uzun illər istifadə edib. Hər birinin evində bu kitabdan olub. Məyər bu deməkdir ki, İslam alimləri kafirlərin yazdığını təbliğ edib, özlərini də tərif ediblər? Beşincisi, Abdullah Yolçunun Əqidətus Sələfis Salih adlı kitabı var. Bu kitaba 20-dən çox alim təqdimat yazıb və yoxlayıb. Onlardan məşhurları bunlardır. Salih ibn Fəvzan el-Fəvzan, Abdullah ibn Abdurrahman Cibril, Salih ibn Abdüləziz Əli-Şeyx, Suud ibn İbrahim Əş-Şüreym, Muhammed ibn Cəmil Əz-Zeynə və digərləri. Adam kitabının əvvəlində onların adlarını, təqdimatlarını qeyd edib. Buna əsasən, onun kitabında adı keçən alimləri təkfirçilikdə ittiham etmək olarmı? Başqa cür desək, hansı tələbənin cürəti çatar ki, gedib Şeyx Fovzana və ya Salih Əli Şeyxə və ya başqa birisinə desin ki, çıx tövbə elə, mənhəcini bəyan et, Abdullah Yolçudan uzaq olduğunu bildir, səhvini bəlli et, kimin tərəfində olduğunu bəyan et. Çünki cəmaat sənin adını onun kitabında görüb çaşır. Bunu etməsəniz, cəmaatı sizdən çəkindirəcək, onlara sizin kitabları oxumamağı tövsiyə edəcək.
Kimin cürəti çatar? Belə bir sözü gedib həmin şeyxlərə desin. Bunu deyən adamlar əlbəttə ki, avamdırlar. Sadəcə olaraq bizi gözdən salmaq üçün bəhanələr axtarırlar. Və ehtimal ki, bundan sonra hələ çox axtaracaqlar. 6-cısı, sual veririk. Kim deyə bilər ki, biz cəmaata sözü gedən adamdan elm almağı, yaxud onun mühazirələrinə qulaq asmağı, yaxud onun kitablarını oxumağı tövsiyə etmişik. Bir nəfər göstərin. 7-cisi, bizim Quraba yayın evində 6 kitabımız çıxıb. 10 haqq, ömrü uzadan 50 salih əməl, ruzu qazanmağın 17 yolu, vətəni qoruyan aslanlar, kaş ki və bir də ən fəzilətli zikirlər. Qoy bizi ittiham edənlərin hamısı bir yerə yığışıb, bu kitablardan bircə dənə bidət və ya xavariz fikri tapsınlar. Vallahi, biz dərhal səhvimizi düzəldəcəyik. Təəssüf ki, onların heç bu kitabların məğzindən xəbəri yoxdur. Oradan-buradan eşitdiklərini deyirlər, üzərində qərar verirlər. Xəbəri olmadığı bir şey haqqında fikir yürüdürlər. Nə əcaib mənhəcdir bu mənhəc. Sonda bir məsələni xüsusilə vurğulamaq istəyirik. Bildiyimizə görə, son 2 il ərzində baş vermiş bütün bu həngamələr güya islah üçündür. Halbuki bu mənhəc və bu üslubla fəsad törətmələri və cəmaatı parçalamaları göz qabağındadır. Nə əcaib mənhəcdir bu mənhəc. Görəsən bu İslah Komissiyasının üzvləri başqalarını bidətdə ittiham etməzdən qabaq öz nəfslərini hesaba çəkirlərmi? Öz xataları barədə düşünürlərmi? Qiyamət günü nə cavab verəcəklər? Amma hər halda bu İslah Komissiyasının üzvləri də müsəlmandırlar. Biz onlar üçün Allahdan hidayət diləyirik. Allah onları islah eləsin, onlara haqqı haqq olaraq göstərsin və onları haqq yola yönəlməyi müvəffəq eləsin. Ha belə onlara batili batil olaraq göstərsin və onları batildən uzaq durmağa müvəffəq eləsin. Subhanəkəllahumma və bihamdik, əşhədu ən la ilahə illə ənd, əstəğfiruka və ətubu iləyik.